Salam uşaqlar. Bugün deməli 20 sınaq işləyirik və davam edək. 10-cu sınağımızdır. Gəlin bizim dinləməmiz var. Ona qulaq asaq. Прослушайте текст и выполните задание с 1 по 6. Поселок Красная Слобода – еврейский населенный пункт за пределами Израиля. Этот небольшой поселок расположен в Кубинском районе Азербайджана. Красная Слобода имеет уникальную историю и культуру. Многие его жители прославились, и в их числе журналист Рашбиль Захаряев. Будущий журналист родился 20 июля 1939 года. Уже с юных лет он проявлял большой интерес к литературе и журналистике. Рашбиль успешно окончил факультет журналистики Азербайджанского государственного университета. Он стал первым дипломированным журналистом в Красной Слободе. Больше 10 лет Захаряев работал корреспондентом газеты «Шафак». Его заметки и репортажи регулярно публиковались в республиканских изданиях. Журналист много писал на сельскохозяйственную тематику. Его вклад в освещение этой тематики был высоко оценен в республике. Захаряев получил почетную грамоту Союза журналистов Азербайджана за вклад в развитие национальной прессы. Его статьи считаются яркими образцами журналистского мастерства. Рашбиль успел оставить после себя наследие, которое и сегодня служит примером высокого профессионализма. Память о Захаряеве жива. В 2024 году, в честь 85-й годовщины со дня его рождения, прошли памятные вечера и выставки в Красной Слободе. В родном поселке именем журналиста названа улица. О его жизни и творчестве снят документальный фильм и написаны книги. Tak, uşaqlar, deməli indi gəlin mən onu tam bu mətni tərcümə edeyim. Ondan da sonra bizim suallarımız var. Tak, deməli qırmızı qəsəbə İsrailin kənardan yerləşən Yahudi yaşayan məntəqəsidir. Deməli bu kiçik qəsəbə bu kiçik qəsəbə Azərbaycanın Quba rayonunda yerləşir. Qırmızı qəsəbə özünə məxsus tarixə və mədəniyyətə malikdir. Onun bir çox sakinləri deməli məşhurlaşmışdır və onların arasında jurnalist Rashbid Zaharyayev də var. Gələcək jurnalist 20 iyul 39-cu ildə anadan olmuşdur. O gənc yaşlarından ədəbiyyata və jurnalistikaya böyük maraq göstərirdi. Rashbil deməli Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini uğurla bitirmişdir. O qırmızı qəsəbədə ilk diplomu jurnalist idi. Yəni ilk diplomu jurnalistika idi. Zaharyayev 10 ildən artıq Şəfəq qəzetində müxbir kimi çalışmışdır. Onun qeydləri və reportajları müntəzəm olaraq Respublika nəşrlərində dərc olunurdu. Jurnalist kənd təsərrüfatı mövzusunda çox yazırdı. Bu mövzunun işıqlandırmasına verdiyi töhfə Respublikada yüksək bir qiymətləndirmişdilər. Zaharyayev milli mətbuatın inkişafına verdiyi töhfəyə görə Azərbaycan Jurnalistlər İttifaqının fəxri fərmanı ilə təltif olunmuşdur. Onun məqalələri jurnalist ustalığının parlaq nümunələri hesab olunur. Rashbil özündən sonra bu gündə yüksək peşəkarlığa nümunə olan bir irs qoyub getmişdir. Zaharyayevin xatirəsi yaşayır. 2024-cü ildə onun anadan olmasının 85 ili münasibəti ilə Qırmızı qəsəbədə xatirə gecələri və sərgilər keçirilmişdir. Doğma qəsəbəsində deməli jurnalistin adı bir küçəyə verilmiş, onun həyatı və yaradılıcılığı haqqında sənədli film çəkimi və kitablar yazılmışdır. Belə və birinci sualımız. Deməli oxudu, tərcümə etdi, başa düşdük ki, söhbət nədən gedir və əsas ideyanı istəyirlər də buradan. Определить основную мысль текста. Əsas ideya.
Vəbşə söhbəti burada söhbət nədən gedirdi? Əlbəttə ki, jurnalist Zaharyayevin yaradıcılığından. Düzdürmü? Значит, tворческая деятельность jurnalista Zaharyayeva. Yəni burada уже hər şey var da bunun içində. Çünki bunlar əsas ideya deyil. Yəni onun mətn içində olanlardır. Düzdür. Bunlar da düz variant kimi, amma əsas ideya söhbət nədən? Yəni ümumi götürür əsas ideyanı. Yəni orada jurnalistin yaradıcılığından yazılır da, ondan yazılır. Так, deməli A variantıdır. Так, дальше. Укажите неверное утверждение по тексту. Так, uygun olmayan. Корреспондентом газеты «Шафак» Zaharyev работал около 10 лет deyir. 10 il işləyibdi. Amma mətndə yazılıb ki, 10 ildən artıq işləyibdi deyə. Ona görə bu A variantını deməli okolo 10 bir 10 ilə yaxın deyir, amma orada artıq deyir. Ona görə də o uyğun deyil. Дальше. Укажите верный ответ на вопрос. Что с детства интересовало Rashbeli Zaharyayeva? Uşaqlar, həmişə kimi bu videonun altında şərh bölməsində deməli bu audio mətni yerləşdirəcəm. Özünüz də işləyə biləsiniz. Deməli, sual belədir. Rashbel uşaqlıqdan nə maraqlanırdı? Nə maraqlanırdı? Biz də bilirik ki, ədəbiyyat və jurnalistika ona da. Литература и журналистика. Дополните предложение словами из текста. В Губинском районе Азербайджана находится, deməli, necə yazmalıyıq biz? Azərbaycan Quba bölgəsində nə yerləşir? Qırmızı, deməli, kənddə belə deyək. Так. Небольшой поселок Красная Слобода. Находится небольшой поселок, Красная Слобода. Красная Слобода. Так. Дальше. Напишите ответ на вопрос, где печатались заметки и репортажи известного журналиста. Deməli, burada belə bir sualdır. Deyir ki, məşhur jurnalistin qeydləri və də belə deyək də qeydləri harda dərc olunurdu deyə sual verilibdir. Əlbəttə ki, Respublika qəzetlərində, respublikanskih izdaniyah. В республиканских изданиях. Так, шестое. Напишите одно прилагательное из текста, которое характеризует слово интерес. Maraq deyə və böyük bir maraq deyə biz mətndən götürə bilərik də. Большой интерес. Так. 7-ci sualımız. Gəlin baxaq. В каких словах нет звука и краткое? И краткое deyir hansı deməli sözlərdə yoxdur. Deməli biz ye, yo, yu və yanı ancaq samitin yanında olanda ya samit arasında olanda bu hərflər onda i kratkaya səsi vermir. Deməli bu şəkildə tapmalıyıq. İmə götürə bilərikmi? Çünki ya hərfi görürsünüz samitin yanında. Burada imə olmayacaq burada. İkratka eşidə bilmərik. Nedeля. Buradadır uşaqlar. Bunu da götürərik. Samolyot. Buradadır. Çünki burada məsələn bilyoda məxki znakın 2. Yo hərfi 2 səs verər. Yuvelirdə yu 2 səs verər. Объявленияda ya 2 səs verər. Burada da ye 2 səs verər. Deməli 1, 3 və 5-də D variantıdır. 7-də D variantıdır. Со словом месяц, ay употребляется слово. Ay sözünə hansı deyir ki, söz uyğun gəl? Əlbəttə ki, первый месяц deyə, birinci ay deyə bilərik. Düzdürmü? Так, дальше. 9. Укажите слова с отрицательным значением. Mənfi mənada olan sözləri seçməliyik. Так, грустный, жестокий, грязный. Bax, elə hamısı da mənfidir. Грустный, kədərli, жестокий, qəddardır, грязный, çirklidir. Əlbəttə ki, bu A variantı. Сколько слов не употребляется со словом одно? Одно sözü ilə uyğun gəlməyənləri seçməliyik.
Adno вообще belə deyək də, qaydaya görə adno sözü ancaq orta cinslə yola gedən sözdür. Yəni, məsələn, adno okno, adno rujyo deyə bilərik də, правильно? Ona adno. Amma biz adno sözü ilə ne употребляется, yəni uyğun gəlmir. Yəni, bu hansıdır? Yəni, qadın, kişi cinsində ola bilər, düzdürmü? Tak, bir də cəmdə olan. Kanikuly. Adno kanikulu deyə bilmərik biz. Məsələn, adno яйцо deyə bilərik, rujyo deyə bilərik. Sonra adno очки deyə bilmərik, одни очки deyə bilərik. Düzdürmü? Одни kanikulu. Premiya, adna premiya deyə bilərik. Bu sözdə götürük. Znamya, adno znamya məylə bitir. Bu istisnada orta cinsə aiddir. Bu gedər. Моя вещь, женский род. Adno вещь deyə bilərik. Adna вещь deyə bilərik. Adno sonsa deyə bilərik. Каникулы, так, раз, два, три и четыре. 4 söz adno sözü ilə uyğun gəlmir. Amma uyğun gələn deyə sual verirsə, əlbəttə ki, яйцо, ружье, знамя и солнце. Bu 4 sözü götürə bilərdik. Так, 11-də какое слово объяснено неверно, izahı düzgün verilməyib deyir hansı sözün? Так, награда, вознаграждение за какие-либо заслуги, отличия. Это правильно. Легенда, поэтическое предание о каком-нибудь историческом событии. Правильно. Композитор. Так, автор прозаических произведений. Yok. Bəstəkar, композитор, bəstəkar, автор muzikальных произведений. Так, müzik əsərlərində. Düzdürmü? Так, 12-də антонимами не является слова. Антоним deyil. Gəlin baxaq. Так. Антоним deyil. Меньше, больше, начинать, завершать, вверх, вниз, печаль, радость, ароматный, яркий. Bax, bu antonim deyil. Qalanları antonimdir. 13-də укажите синоним. İndi burada sinonimləri seçməliyik də. Так. Прекрасный, чудесный, gözəl. И маленький, небольшой, balaca. 3 və 5 deməli E variantıdır. Дальше. 14-də к мужскому роду относится существительный. Kişi cinsinə aid sözləri seçməliyik. Моя радость. Женский род. Моя дверь. Женский род. Мой словарь. Мужской род. Мой корабль. Мужской род. Мой апрель. Тоже kişi cinsindədir. Моя метель. Это уже женский род. Deməli 3, 4 və 5. 3, 4, 5 это E variantıdır. Укажите соответствие. Так, burada da uyğunluğu tapaq. Gəlin. Так. Вниз. Yox, vniz yox. Niz. Что? Niz olmalıdır. Sonra vniz deyiriksə, biz hansı sualı? Kuda? Vniz. İstiqaməti göstərir. Sonra снизу. Снизу. Так. Откуда? Hardan? Aşağıdan deyirik. Ondan sonra внизу. Где? Harda? Aşağıda. И как? Низко. Necə? Aşağı. Deməli, E variantı onda burada uyğundur. Дальше. 16-da. Установите соответствие. Что делать и что сделать? Что делать? Burada несовершенный видdə olmalıdır. Fiil. Amma что сделать da совершенно. Yəni, несовершенный bitməmiş formada. Что сделать? Совершенный вид, yəni bitmiş formada. Düzdürmü? Gəlin baxaq. Что делать? Идти. Getmək. Hələ gedib, amma belə deyək də evə çatmayıb. Hələ yoldadır, bitməmiş formada. Что сделать? İndi burada bitmiş formadır. Что сделать? Войти. Bax, içəri girmək. O girdi içəri. Belə. Ona görə də biz 16-da deməli uyğun olan onda B variantıdır. Правильно? Укажите существительное в единственном числе. Tək halda olan sözü. Чернила, читатели, примеры, учителя. Burada hamısı bizdə cəmdir. Amma lineyka bizdə единственно. Определите верный ответ. Düzgün. Burada səhvlər var. Выполнять что? Упражнения. Выполнять что? Упражнения. Да, burada olmalıdır. Говорить по телефону. Участвовать в дискуссии. Так, это правильно. Это тоже. Вспоминать о путешествии. Добраться до деревни. Так, и 5. Добраться до деревни.
2, 3 və 5 düzün bizə seçməliyik də. 2, 3, 5 onda D variantıdır. Dальше, 19. Только во множественном числе употребляются существительные. Так, ancaq cəm halda olanlar. Əlbəttə ki, şahmatı, правильно? Ворота и джинсы. Qalanları çünki statya, globus, iqra deyə tək halda edə bilərik. Amma bunlar həmişə deməli cəmdə olur. Ancaq cəmdə. Так, ona görə də 19'da onda D variantı uyğundur. Дальше. Определите правильный ответ. Burada da deməli predloglar işlətməliyik. Rебята играют где? Harda oynayırlar? Bağçada deyiriksə, əlbəttə ki deyirik в саду. Или на улице. Küçədə. Мальчики гуляют где? На берегу реки. Правильно? Или в лесу. Meşədə. Книги лежат. Так, книги лежат в книжном шкафу. Şkafın içində. Или на столе deyə. Deməli, bizdə 20'də uyğun olan B variantıdır. Дальше, 21'də. На вопрос как отвечают выделенные слова. Necə? Deməli, burada zərf tapmalıyıq. Правильно? Читать как? Вслух deyə bilərikmi? Əlbəttə deyə bilərik. Правильно? И смеяться как? Громко. Necə gülmək? Möhkəm də belə səsli. Deməli, Y variantı bizdə düzdür. Дальше. Так, 22'də. Укажите лишнее слово. Burada artıq söz hansıdır? Лодка, катер, пароход, корабль. Hamısı dəniz nəqliyyatı. Düzdürmü? Tramvay уже burada lişniyədir. Дальше. Так, indi uşaqlar nə etməliyik? Mətnimiz var. Mətni oxuyaq və mən tərcümə edim. Ondan sonra da suallara cavab verərik. В одном из старейших кварталов Баку возвышается уникальный архитектурный памятник. Bakının ən qədim məhəllələrinin birində unikal bir memarlıq abidəsi ucalır. Издали он напоминает загадочный средневековый замок. Uzaqdan sirli orta əsr qalasına bənzəyir. Владельцами этого бакинского особняка были Гаджи Гасан и Гаджи Гусейн Фигаровы. Deməli, bu Bakı malikənəsinin sahibkəri Hacı Həsən və Hacı Hüseyn Figarov idi. Поэтому он получил название Дом братьев Фигаровых. Və buna görə də o Figarovun qardaşlarının evi deyə adlandırmışdılar. Братья Фигаровы были известны в начале 20 века как состоятельные, влиятельные и уважаемые в обществе люди. Deyir ki, deməli, Figarov qardaşları 20-ci əsrin əvvəllərində varlı, nüfuzlu və hörmətli şəxslər kimi tanınırdılar. Их семья издавна владела рыбными промыслами, обширными участками земли, садами и особняками в центре города. Deməli, onların ailəsi uzun müddətdir ki, şəhər mərkəzində balıqçılıq müəssisələrində geniş, deməli, torpaq sahələri, bağları və məlikənələr sahib idi. Дом братьев Фигаровых был построен в 1910 году. Deməli, Figarov qardaşlarının evi 1910-cu ildə inşa edilibdi. У этого дома неповторимый облик. Bu evin özünə məxsus bir görünüşü var. Трехэтажное здание, фасады которого выходят сразу на 3 улицы, занимает выгодное положение на возвышенности. Bu evin, deməli, belə deyək də, fasadları, belə deyək də, deməli, fasады выходят сразу на 3 улицы. Yəni, onların bu evi, deməli, fasadları 3 küçəyə baxan, 3 mərtəbəli bina, deməli, bir təpədə, belə deyək də, yerləşir. Это делает его особенно заметным и придает всей композиции выразительность. Və bu ona xüsusilə, belə deyək də, nəzərə çarpan edir və bütün kompozisiya, belə deyək də, çox gözəl bir kompozisiyası var da, belə deyək. Здание одновременно поражает монументальностью и изяществом. Высокие окна, тонкая каменная резьба, красивые декоративные вставки. Deməli, burada deyir ki, bina həm
monumentallığı həm də zərifliyi ilə diqqət cəlb edir. Hündür pəncərələr, incə daş oymalar və gözəl dekorativ deməli инкрустациялар, да, deyək, вставки. Внутреннее убранство особняка также отражает величие своей эпохи. Deməli, interyeri də öz dövrünün, deməli, əzəmətini əks etdirir. Потолки высотой около 5 метров украшены красивым орнаментом. Və deyir ki, belə deyək də, təxminən 5 metr hündürlüyünə olan tavanları gözəl ornamentlə bəzədilibdir. Камины свидетельствуют о высоком художественном вкусе владельцев и мастерстве arxitektorов. Deməli, deyir ki, kaminlər ev sahiblərinin yüksək bədii zövqünə və memarların bacarığına belə də dəlalət edir. Особого внимания заслуживают оригинальные узоры на лестничных площадках. Və pilləkəndəki orijinal naxışlar xüsusilə diqqət çəkir. Дом братьев Фигаровых стал не только семейной резиденцией, но и архитектурным символом целой эпохи. Deməli, Figarovun qardaşlarının evi təkcə ailə iqamətgahı deyil, həm də bütöv bir dövrün memarlıq simvoluna çevrilibdir. Он хранит память о стремительном развитии Баку в начале 20 века, о судьбах людей, чьи имена стали неотъемлемой частью городской летописи. Və deyir ki, burada 20-ci əsrin əvvəllərində Bakının sürətli inkişafının və adları şəhər tarixinin ayrılmaz hissəsinə çevrilmiş insanların taleyinin xatirəsi qorunub, saxlanılıb. Belə və 23-cü sualımız belədir uşaqlar. Əsas ideya. Укажите основную мысль testa. Bax, oxuduq. Və biz bilirik ki, burada söhbət nədən gedir? Figarov qardaşlarının evi bütöv bir dövrün unikal memarlıq bir simvoludur deyə. Düzdürmü? Дом братьев Фигаров уникальный архитектурный символ целой эпохи deyə biz A variantı burada götürə bilərik. Yəni, ümumi olaraq deməli, əsas ideya odur. 24-də Какое утверждение не соответствует содержанию test? Mətnə uyğun olmayan, yəni mətndən uyğun gəlməyən. Gəlin baxaq. Deməli, первое. Дом братьев Фигаров удивляет изящной каменной резьбой и низкими окнами. Deyir ki, Figarovun qardaşı evi zərif daş oymaları və alçaq pəncərələri var da, belə deyək. Amma biz bilirik ki, burada mətndən elə tapaq, düzəldək. Высокие окна и тонкая каменная резьба. Görsünüzmü? Высокие окна. Ama burada низкие окна diye yazır. Deməli, A variantıdır. Дальше. Дополните предложение информации из текста. Камины в доме братьев Фигаровых. Камины. Каминlər. Gəlin, baxaq. Камины. Потолки. Камины свидетельствуют о высоком художественном вкусе владельцев и мастерстве архитекторов. Deməli, E variantıdır da burada. Свидетельство о высоком профессионализме архитекторов. 26. Укажите верный ответ на вопрос. Благодаря чему выделяется дом братьев Фигаровых? Deyir ki, nəyə görə, belə deyək də, Figarov qardaşların evini fərqləndirən nədir? Əlbəttə ki, biz də bilirik ki, yəni mətnə görə onların evləri yüksəklikdə yerləşirdi də, təpədə belə deyək də. Ona görə də благодаря своему расположению на возвышенности. Bax, lap mətndən də tapaq da. Занимает выгодное положение на возвышенности. Görsünüzmü? Трехэтажное здание, фасады которого выходят сразу на 3 улицы, занимает выгодное положение на возвышенности. Дальше. 27. Дополните предложение информации из текста, заменив в ответе не менее 2 слов. Burada da 2 sözü en azı biz əvəz etməliyik də, düzdürmü? С давних времен семья Фигаровых имела рыбные промыслы, сады. Burada ne yazılmıştı вообще? Их семья издавна владела рыбными промыслами, обширными участками земли, садами и особняками в центре gороda. Da? Bax, burada bu şəkildə indi biz də dəyişərik, onu bu şəkildə də yaza bilərik. С давних времен семья Фигаровых имела рыбные промыслы, сады, большие земельные участки, да?
большие земельные участки. Sonra и дома в центре Баку diye yazabiliriz. Дома в центре. Так. В центре Баку. Bu şekilde. Так. 28. Ответьте на вопрос, выразив свое мнение не менее чем в 3 предложениях. Суал belədir uşaqlar. Нравится ли вам посещать исторические здания? Tarihi binaları ziyarət etməkdən zövq alırsınızmı deyə də, yəni xoşlayırsınızmı deyə sual verir və əlbəttə ki, Dimin öz sualını göstərirəm uşaqlar. Да, я люблю посещать исторические здания. Мне интересно узнавать, как жили люди в этих домах. Стены хранят в себе тысячи воспоминаний, и я словно попадаю в прошлое. Bu Dimin öz həmişə kimi göstərirəm, yəni bu şəkildə də yaza bilərsiniz, ya da bu şəkildə. Мне нравится бывать в старинных зданиях, я люблю рассматривать их необычную архитектуру и детали. Особенно интересно представлять, какие люди жили или работали здесь много lет назad. Yəni ideya olaraq siz bax bu şəkildə 3 cümlə ilə siz yazmalısınız. Tak. Videonu dayandırıb da yaza bilərsiniz. Tak, demin bir də göstərdim. Və keçək 29-cu sualımıza. Вы пишите из второго абзаца текста слово, которое означает сложенные у стены комнатные печи широко открытой полкой. Так, сложенные у стены комнатные печи широко открытой topkay. Deməli, divarda söykənmiş geniş açıq ocaq kutusu kimi də belə deyək. Nədir o? Əlbəttə ki, kaminidir. Это камины. Камины. И вы пишите из первого абзаца текста синоним слова таинственный. Sirli deyəriksə, əlbəttə ki, так, birinci abzatdadsa, так, уникальный, загадочный, sirli, загадочный deyə, таинственный, загадочный, загадочный. Belə uşaqlar, videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Sağ olun, görüşərik.